Bərdədə uzun illərdir fəaliyyət göstərən Mətin kompüter kursu, kompüter sahəsində peşəkar kadr hazırlığı üzrə bölgənin ən köklü tədris mərkəzlərindən biri hesab olunur. 1998-ci ildə yaradılan kurs həm Bərdə şəhərində, həm də bütün Qarabağ bölgəsində yüzlərlə gəncin və yetkin şəxsin informasiya texnologiyaları sahəsində bilik qazanmasına şərait yaradıb. Kursda dərslər təcrübəli və ixtisaslı müəllimlər tərəfindən aparılır. Təşkilatçılar bildirirlər ki, həm xanımlar, həm də bəylər müxtəlif kompüter proqramlarına yüksək səviyyədə yiyələnir və kursu bitirdikdən sonra dövlət və özəl müəssisələrdə çalışma imkanı əldə edirlər. Mərkəzdən verilən məlumata görə son illər kompüter biliyinə tələbat artdığı üçün kursa müraciət edənlərin sayında da yüksəliş müşahidə olunur. Tədrisi uğurla başa vuranlara rəsmi sertifikat təqdim edilir və onların işlə təmin olunmasına dəstək göstərilir. Kurs rəhbəri Emin Məmmədov bildirib ki, əsas məqsədləri ölkəyə müasir bilik və bacarıqlara sahib kompüter mütəxəssisləri qazandırmaqdır. Tədris mərkəzi Bərdə şəhərində Bərdə Peçə Liseyi ilə üzbəyüz yerləşən 5 mərtəbəli binanın alt hissəsində fəaliyyət göstərir. Mən Mətin Tədris Mərkəzinin rəhbəri Emin Məmmədov. Bizim tədris mərkəzimiz hal-hazırda 1998-ci ildən fəaliyyət göstərir. Yüksək peşəkar müəllimlərlə təmin olunur. Bizim kursumuzu bitirənlər hal-hazırda bütün dövlət müəssisələrində, dövlət qurumlarında, özəl şirkətlərdə fəaliyyət göstərirlər. Çox yüksək səviyyədə tələbələr yetişdiririk. Bizdə xanımlarla bəylər ayrı-ayrı sinif otaqlarında dərs keçirlər. Yüksək səviyyədə proqramlara yiyələnirlər. Plus mühasibat üsotu, C1 proqramları bizə yüksək səviyyədə keçirilir və axırda hamısı işlə təmin olunur. Vüsal Rafiqoğlu, Mirələ Məhmədov, Vəfa Hüseynova, Aran TV Bərdə.